12 dekabr pul proqnozu hər bir üçün qısa və ən dəqiq şəkildə. Qoç, gözlənilməz xərclər çıxa bilər, amma günün sonuna doğru balans qurulur. Tələsik alışdan uzaq durun. Buğa, kiçik gəlir artımı və ya bonus ehtimalı var. Sərmayə fikirləriniz bugün daha uğurlu ola bilər. Əkizlər, danışıqlar, satış və ya ünsiyyət tələb edən işlərdən qazanc mümkündür. Şans sözlərinizdədir. Xərçəng, büdcəni qorumağa ehtiyac var. Vacib olmayan xərcləri ertələsəniz stabil qalacaqsınız. Şir, maliyyə sahəsində irəliləyiş hiss olunacaq. Yeni gəlir qapısı açıla bilər. Özünüzə güvənin, amma risk etməyin. Qız, qazanc yavaş, amma sabitdir. Planlı hərəkət etsəniz, ayın sonuna ciddi yığım görənəcək. Tərəzi, gözlənilməyən kiçik pul gəlişi mümkündür. Borcları qaydaya salmaq üçün yaxşı gündür. Əqrəb, maliyyə intuisiyanız güclüdür. Düzgün qərar verəcəksiniz. Kiçik investisiya üçün uğurlu saatlar var. Ox atan, xərcləri artırmaq riski var. Özünüzü kontrol edin. Ancaq günün sonunda yeni qazanc imkanı görünə bilər. Oğlaq, işdən və ya əlavə fəaliyyətlərdən pul gəliri mümkündür. Sabitlik güclənir. Dolça, qəribə gözlənilməz mənbədən gəlir çıxa bilər. Yeni ideya pul gətirə bilər. Balıq, yaradıcı işlərdən gəlir mümkündür. Pul mövzusunda yaxın birinin dəstəyi gələ bilər.